Biz elə bir dünyada yaşayırıq ki, sənin təhsil seçimi növbəti 4 ildə bakalavr oxuyacaqsan. Böyük əminliklə deyirəm ki, 10 ildən sonra bu biliklərin heç lazım olmayacaq heç kimə. Sən hansı bugün karyera başlayırsan, 5 ildən sonra başqa bir karyerada olacaqsan. Nə karyera seçimi ömürlük deyil, nə bilim təhsil seçimi ömürlük deyil. Sən daim olaraq öyrənməlisən, yeni bir bilik, bacarıq toplamalısan. Amma sən münasibət quranda səndə də bu yanaşma ola bilər. Mən nə bilim münasibətə gireyim, 10 ildən sonra boşanaram, başqasını alaram. Amma bu səni məhv edir də resurs perspektivindən. Ailə institutunu dağıdır resurs perspektivindən. Bankirlər üçün rahatdır. Bu ideya son 30-40 ildə çox populyardır. Kimsə deyib ki, siz yalnız bir insandan ömrünün axırınıza kimi olmalısınız. Deyirəm, 100 min il təkamül bunu deyibdir. Dinləri götürsək, nəyi götürsək, yəni ki, sən deyirdin ki, ömrünün axırına kimi mən bu insanla. Boşanmalar bu dərəcədə heç vaxt yox idi. Bütün təkamül boyu, bütün 100 min il boyu sən bir insanla idin və fikrində o yox idi ki, bugün bir balaca mən onunla komfortlu deyiləm, o məni dəstəkləmir, dərhal boşanım, gedim təzəsini tapım. Amma son 30-40 ildə bu propaganda böyük şəkildə gedir.